23 aprel 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə monitorinq keçirilib. Monitorinq valideynlərin çoxsaylı müraciətləri və şikayətləri əsasında həyata keçirilib. Yoxlama zamanı məktəbdə bir sıra ciddi nöqsanlar və uyğunsuzluqlar aşkarlanıb. Belə ki, dərnək və dəstənkənar məşğələlərin təşkil olunmaması, dərs saatlarının düzgün bölüşdürülməməsi və dərs cədvəlində çatışmazlıqların mövcud olması qeydə alınıb. Həmçinin keçirilməyən dərs saatlarının müəllimlərin adına yazılaraq mənimsənilməsi, dərs otaqlarının repetitor müəllimlərinə icraya verilməsi faktları Nazirlik nümayəndələri tərəfindən aşkar edilib. Müvafiq olaraq müəllimlərdən yazılı izahatlar alınıb. Monitorinq zamanı şagird davamiyyətinin çox aşağı səviyyədə olduğu, bəzi siniflərdə heç bir şagirdin dərsdə iştirak etmədiyi, bəzi hallarda şagirdlərin pul müqabilində dərsdən azad edildiyi təsbit olunub. Bu hallar məktəbin idarəçilik sistemində ciddi pozuntuların mövcudluğunu göstərir. Məktəbin direktoru Esmira Məmmədovanın və direktor müavinlərinin fəaliyyəti xüsusilə diqqət çəkmişdi. Yenidən təyin olunmuş direktor müavini Arifə Məmmədovanın da məktəb rəhbərliyinin fəaliyyətinə şərik olduğu bildirilir. Məktəbdəki neqativ hallara etiraz edən şagirdlərin Arifə Məmmədova tərəfindən əsassız səbəblərlə məktəbdən uzaqlaşdırılması faktları da valideynlər tərəfindən qeydə alınıb. Eyni zamanda ibtidai siniflərdə valideynlərdən müxtəlif adlar altında A4 kağız pulu, zavxoz pulu, qapçı pulu, printer pulu, xadimə pulu, kitab pulu, kanalizasiya pulu və s. pul yığılması halları müşahidə edilib. Bu hallar məktəbin kommersiya mərkəzinə çevrildiyi barədə narahatlıqları artırıb. Valideynlər ümid edirlər ki, Elm və Təhsil Nazirliyinin keçirdiyi monitorinqin nəticəsində aşkarlanan nöqsanlara obyektiv qiymət veriləcək, qanunsuz fəaliyyətlərə son qoyulacaq və məktəbdə tədris keyfiyyəti bərpa olunacaq.